Daha sonra 9-cu sualda presence of certain bacteria in our body is one of the factors that of our overall health. Deməli, ofdan əvvəl presence sözü tək olduğuna görə mən burada wordləri çıxmalıyam. One of-un da xəbəri tək olur deyə götürəcəm determines. Ona baxırıq. Of. Bilir ki, everydən sonra of gəlməz, ona görə bunu çıxaracağıq. İkinci səhvli nöqtələrdən sonra isim var deyə first-də çıxmaq lazımdır. Bosun təbii ki, əvəzliyi cəm olacaq. Qalır bizə A-la Y variantı. Əgər mən all desəm, gərək bu deyirə görə project-i cəmləyəm ki, yəni icazə verin ki, qoyun ki, mühəndislərin hamısı öz layihələrini hazırlasınlar. Artıq orada olan hər birinin layihəsinə söhbət gedir deyə götürə bilməyəcəm, cavabım A olacaq. Mütləq orada cəmlənmə eləmək lazımdır. 11-də Mary is the only one of our students who have achieved gold medal. Deməli, biz bilirik ki, the only one olanda mən who-dan sonra tək xəbər yazmalıyım. Yəni, yazmalıyım has. Ona görə biri atıram. The computer menu which contains 5 items will allow us variety. Bitsin əvvəl gəlisi menu təkdə olduğuna görə contains yazmağım düzdür. Həmsə allows yazmağım düzdür. Yəni, hər iki xəbər təkdə olmalıdır, düzdür. Neither nor-da feil özünə ən yaxın olan isimlə uzlaşır. His companions cəmdə olduğuna görə were yazmışam, düzdür. Statistics are among the most difficult courses in our program. Deyirəm ki, statistika, yəni bizim proqramımızda olan ən ağır kurslar arasındadır. Orada statistika elm adı kimi gedir, yəni sonu x-lə bitən elm adıdır, təkdə olmalı idi, səhvdir. Writing requires creativity and practice. Writing gerund kimi işlənib orada. ING sözü və bir ING söz olanda biz xəbərimizi təkdə qoyuruq, düzdür. Sonra 12-də. Luckily, children in my group caused any problem to organize a graduation party. Deməli, baxmalıyıq burada nəyə? Birincisi, orada any var. Any varsa, deməli, inkar olmalı o cümlə. Samı çıxırıq, mostu çıxırıq. O cümlədə neither-dan sonra da cəm isim gəlmir. Neither-dan sonra tək isim gəlir. Of yazanda cəm isim yaza bilərsiniz. Cavabımız olacaq 1-3. Deyim ki, xoşbəxtlikdən qrupdakı heç bir uşaqlardan heç biri bu məzun partisini hazırlayanda, məzun partisini təşkil edəndə problem yaratmadı. 13-də. The quality of our students' assignments dropped significantly. Deməli, burada baxırıq ki, quality-yə görə mən xəbəri təkdə qoymalıyım. Burada nöqtələr var, sadəcə PDF-ə çevirim, görünmür. Quality-yə görə mən xəbəri təkdə qoymalıyam. Ona görə cavabım A olacaq. 14-də young people, people cəmdə olduğuna görə burada biz hamısını qoya bilərik. Sonra ondan baxırıq ki, ümumiyyətlə xəbərimiz təkdir. Təkdirsə, a lot of-u qoya bilməyəcəm, a number of-u qoya bilməyəcəm, most-u qoya bilməyəcəm. Çünki onların xəbərləri cəm olar. The number of-un xəbəri də deməli, tək ola bilər. Ona görə saxlayırıq B ilə D variantını. Sonra baxırıq ki, yenə qeyd elədiyim kimi, cümlənin ortasından gələn who özündən əvvəlki mübtəda ilə özünün sonraki xəbəri uzlaşdırır. The number of young people who face sleep problems deyəcək. Çünki orada yuxu problemləri ilə üzləşən insanlardan söhbət gedir. Üzləşmə insanlara aiddir deyə people-a görə mən orada cəm qoymalıyım. İnsanların sayı isə getdikcə artır, atmaq isə sayıya aid olduğuna görə faces qoyacam. Daha doğrusu is qoyacam. Ona görə cavabım olacaq B variantı. 15-də. Journalist təkdədir və feildən sonra gəldiyinə görə olacaq nə? Feildən sonra gəldiyinə görə olacaq obyekt əvəzliyi. Ona görə biz çıxacağıq B variantını ilk öncə. Sonra about sözündür. Sözündən sonra gəlib the Women's League. Yenə sözündən sonra gələcək nə? Obyekt əvəzliyi. Ona görə C-ni də çıxacaq. Təkdə olduğuna görə A-nı da çıxacaq. Yəli əvəzliyinə ehtiyac yoxdur. Ona görə D-ni də çıxırıq. Qalır bizə Y variantı. 16-ya baxırıq. A virus in all the company's computers is a real threat to security. İndən əvvələ baxırıq ki, a virus təkdədir. Təkdə olduğuna görə xəbərim də təkdədir. Deməli, nədir? Düzdür. Domestic cats and dogs needs enough care and attention. Deməli, bizim mübtədamızda iki şeydən söhbət gedirsə, mütləq mən orada nə etməliyim? Xəbəri tək qoymamalıyam. Need deməliydim. Ona görə iki səhvdir. Ofdan əvvəl members cəmdədə is yox, are olardı. Ofdan əvvəl employees cəmdədə have qoymuşam, düzdür. A variantı. 17-yə baxırıq. People are born lucky while have to work hard for everything they get. Deməli,
necə eləyə bilərsiniz? Bir neçə formada eləyə bilərsiniz. Məsəl üçün have görə burada everybody-ni çıxardınız, çünki onun xəbəri tək olar. Need-i çıxardınız, xəbəri tək olar. Sonra the others-dan sonra isim gəlməlidir, ona görə bunu da çıxa bilərdiniz. The other sayı məlum olanda işlənirdi, qalardı B variantı. Amma bir başqa şey də deyim sizə. Some-la others bir-birinə ziddiyyət kimi, güzəşt kimi istifadə oluna bilir. Məsələn, deyirsiniz ki, bəzi insanlar uğurlu doğulur, hərçənd ki, digərləri əldə etdikləri hər şeyə görə çox çalışmalı olarkən. 18-ə baxırıq. Deməli, 18-də to keep all these people waiting is not a smart decision. Mübtədamız to feillə, yəni məsəllə ifadə olunub, xəbərimiz təkdədir, düzdür. These candidate supporters are following the rules. Mübtədamız apostrofla, apostrof esi birləşmə ifadə olunursa, yəric haldan sonra gələn ismə baxmalıyıq. Supporters təkdədir, daha doğrusu cəmdədir, ona görə R vermişəm, düzdür. The slaughter of animals, ofdan əvvələ baxırıq, xəbərimiz təkdir, ona görə has yazmalıydıq. Yəni, ofdan əvvələ baxırıq, news təkdədir, is yazmalıydıq. Cavabımız 1-2, C variantı olmuş olacaq. 19-a baxırıq. Police needed details could help identify the robber. Details bildiyimiz cansız isimdir. Cansız isimdirsə mən burada who qoymaram nisbə vəzi kimi. Ümumiyyətcə isimdən sonra what da gəlmir. Boş çoxluqda siz mübtəda xəbər gələndə qoya bilərsiniz. Ona görə 2-5-i götürəcəyik. 20-yə baxırıq. Storm that occurs during winter cause deep snows avalanches. Storms cəmdir, ona görə burada cəm xəbər qoymaq lazımdır. Most of-un xəbəri cəm olar, elə cəmdir, düzdür. Ofdan əvvəl causes cəmdədir, is yazıb səhvdir. One of-un xəbəri tək olar, has olar, getdi. Weather təkdədir, is olardı. Sonra 21-ə baxırıq. Bildiyimiz kimi every of-la işləmir, ona görə bunu səhv çıxırıq. Sonra burada baxırıq ki, cəm isim tək xəbər gəlib, deməli boşsu, olu, samı çıxırıq. Cavabımız olur nə? C variantı. 22-yə baxırıq. Reading books. Baxın, yenə mübtədamız nə ilə başlayıb? ING-li sözlə, yəni Gerald-la başlayıb. O zaman biz verməliydik xəbəri allows, escapes. Ona görə bir səhvdir. Including-dən əvvəl gələn book-a baxırıq. Book təkdədir, is təkdədir, düzdür. The number of-un xəbəri təkdə olmalıydı, has olmalıydı, səhvdir. Most of-un da xəbəri deməli, baxırıq burada nəyə? Most of my life was spent on studying. Most of-dan sonra burada tək isim gəlib. Ona görə xəbərimizi təkdə qoymuşuq, düzdür. Mostdur, muchdur, bax bunlar çox düşmür əslində sizə. Amma ki, bir şeyin çox hissəsini bildirmək mənasında tək isimlə işləyə bilir və o zaman da xəbərdə bəli təkdə olur. Bu qədər. Ümid edirəm video sizin üçün faydalı oldu. Əgər faydalı oldusa, bəyənməyi, rəy yazmağı unutmayın. O cümlədə İstədiyiniz hər hansı bir mövzu izahı varsa, onu da rəylərdə qeyd edə bilərsiniz və yaxud hər hansı bir mövzu üzrə test istəyirsinizsə, onu da qeyd edə bilərsiniz. Çünki yaydır artıq, yayda siz bildiklərinizi daha da möhkəmləndirmək üçün bolluca şansınız olur. Bu şansınızı düzgün şəkildə dəyərləndirin. O cümlədən bizim yay qruplarımıza da qoşulmaq istəyirsinizsə, 077 598 38 00 Messenger nömrəmizlə əlaqə saxlaya bilərsiniz. Hələlik özünüzə yaxşı baxın.